Ne tersiniz? Benim yoldaşım Almanya'da müellimedir. Bugün sizi iş hayatının bir günü gösterir. Gelin beraber baxaq. Salam, bugün sizi özümlə adi bir məktəb gününə aparıram. Mən gimnaziya müəlliməsiyəm, Alman dili və fəlsəfə dərsi keçirəm. Səhərim saat 5:30-da başlayır. Evdən isə 7:15-də hardasa çıxıram. Vağzalda bir kofe alıb avtobusla məktəbə gedirəm. Yaxındır, amma avtobuslar rahat olur və artıq məktəbdəyəm. Saat 7:30-da ilk işim dərslikləri çap etmək olur. İlk dərsim 5-ci siniflərdədir. Onlara Alman dilindən qrammatika keçirəm. Dərs başlamazdan əvvəl hər şeyi hazırlayıb masama düzürəm. Şagirdlər gəlməmişdən qabaq otağı hazır etmək üçün həmişə vaxtında gəlirəm. Bu dərsdən sonra boş saatım var. 12-ci siniflərin fəlsəfə dərsi üçün kartlar hazırlayıram. Mövzu Immanuel Kantın kateqorik imperatividir. Axırda belə bir şey alınır. Sonra yenə 5-ci siniflər üçün bu dəfə şeir dərsi hazırlayıram. Yenə materiallar çap olunur və maraqlı bir dərs keçirik. Ardınca isə 11-ci siniflərin fəlsəfə dərsinə hazırlaşıram. İndi John Locke-u keçirik. Bəzi şagirdlərə oxumaq biraz çətin gəlsə də, məncə çox maraqlıdır. Təbii ki, iş bununla bitmir. Evdə də davam edir. Dərslərə hazırlaşmaq yenə 2-3 saatımı apardı. Sonra isə şagirdlərim yazı işlərini yoxlamalı idim və bu mənim tipik bir günüm oldu.